Herkese salam dostlar, kanalıma devamınız hoş geldiniz. Bugün sizlerle birlikte ne video seçeceğiz? Bugün sizlerle birlikte YouTuberların gerçek yüzünü göstereceğim sizlere ve gerçek yüzlerini göstereceğim yani sizlere. Videoya geçmeden önce, daha doğrusu bize gerçek yüzlerini göstermeden önce kanalıma abone olup like atma ve bildirimleri de açmayı unutmayın. Getdik. Başlayaq Orbion'dan. Yəni Orbionu həqiqətən mən də çox sevirəm. TDM'in Alışmışsın. yəni. Və mənim üçün 1000 nömrə TDM oyuncusudur. Amma yəni YouTuberlar belə bax məsələn Karl Orbion ulduzsuz hesabıma meydan oxudu. Burada Karl qazanırdı, hə? Hər kanalda yəni bunlar birləşirlər. Yəni hamı birləşir ki, gəl belə video çəkək mənim kanalımda, elə video çəkək. Biz nətər yəni bu Karl'ın məsələn Veysel atanda Karl'ın kanalında video atacaqlarsa Karl qazanır. Orbion'un kanalında video atacaqlarsa Orbion qazanır. Budur, yəni budur. İndi görürüz də. Gələk bura Eyzen və Karl'a. Burada bax cəzalı VS. Cəzalı VS. Burada VS atırlar. %100 yəni bunlardır. Yəni Karl'cıldır. Bunlar nədir özü say? Karl'cılıdır məncə. Və bunlar Eyzencilin kanalında isə Eyzencildir. Yəni bu Arkadaşlar bugün Karabili satıyoruz. 20-13 İstediğiniz babam. Gələ bu videoya görə. Kuzucu gitti. Ne böyle pullar? Daha doğrusu gördünüz. Böyle bir şey imkanı yok ya. 6-1 udurlar Karl. Yəni məsələn mənlə tutaq ki Karl vs atsın. Mənim kanalımda mən Karl udacağam. Tekrardan hatırlayacağız arkadaşlar. Hızlı bir şekilde bir eğmeni. Elədir. Amma Orbion TDM'in kralıdır. Ona sözüm yoxdur. Və bu Eyzen, Mirza falan onlar da uğurlu şansları e-sporcu olmaq istəyirlər. İnşallah olarlar. Və e-sporcular da doğrusu həqiqətən çox gözəl oynayırlar, çox qəşəng oynayırlar. Həqiqətən 8 yaşında bu yetenek çox superdir. Baybars bir də, Baybars da çox güclü oynayır. Yəni sizə həqiqi yüzünü deməyim, yəni pis mən deməyim. Yəni həqiqi yüzlərini daha doğrusu yox, heç başlığa da bunu qoymayacağam. Bəlkə qoydum, bəlkə qoymam. Yəni demək istədim odur ki, onların Karl'ın kanalında Karl'dur. Məsələn Orbion kanalında Orbion'dur, elədir. İndi keçək biz də və indi nədənlərə keçək biraz da özümüzlə əlaqəli. Neçə gündür niyə video atmıram və ya gez niyə gez video atıram. Son dəfə video 4 gün öncə atmışam buz diyarı M416 vs Maska M416. Video atmamağın səbəbi 50 abunə deyilik. 50 abunə olmadığımız üçün video atmıram. Çünki məsələn 50 abunə olanda bu görürsünüz bunu bax. Baxın. Bu 12 dəqiqədə orada saniyə gedir. O 12 dəqiqədə video bitməlidir. 12 dəqiqədən yuxarı qalxdı. Videonu ata bilmərəm. Gələk amma 50 abunə oldum. 50 abunə. İstəyir 1 saat keçsin, istəyir 3 saat keçsin, istəyir 12 dəqiqəni keçsin. Video atmaq olur. Onun üçün tez-tez video atmıram, atamıram. Yəni 50 abunə olsaydıq bu arada belə edit paylaşdım. YouTube məhdudlaşdırdı. Nəysə. Hə. Yəni çoxlu video atmamağın səbəbi budur. Və həqiqətən video çəkmək istəyirəm. Erangel, Livik, Ghost, Malan, Ghost falan filan. Çəkmək istəyirəm. Prosta 50 abunə deyilik. Zəhmət olmasa abunələrə tıklayaq. Bildirimləri açaq. Videoya bol-bol like ataq. Əsas abunə. 50 abunədən bəs. 50 abunədən bəs deyən. O birisi kanalım spamlandı mı, spamlanmadı mı, nə olur bilmirəm. Orada ucu 80 abunə idik. Lap o birisi kanalımda 200 abunə idik, 232 abunə idik. O 87 abunə oldum. Dayanmadan video attım. Yəni bir gündə 2-dən 3-dən video atırdım da, yəni 12 dəqiqəni keçirdi, onu keçirdi, bunu keçirdi. Video dayanmadan atırdım. Belə deyirəm mən. Məsələn, tutalım ki bu video kasır. Bu video nəyin səbəbindən getdi? 7 dəqiqədə. Əslində hələ onun üçün 12 dəqiqədə bitirəcəkdim. Yəni onun üçün oyunun ortasında bitirəcəkdim də kaydı. Çünki 12 dəqiqədən yuxarı çəkə bilməzdim. Burada yaddaşımda yer dolub.
kayıt birdən-birə gedir. Öz də face to face də, burada face to face də kayıt gedir. Bunu vurdum. Axırıncı bu adam var ya, mənim canım alan nə idi? Bax burada gəlir də adam. Onu vurdum, şəkil çəkmişdim. Həqiqətən sildim. Aşağı da vurdum onu. Sonra birdən-birə baxdım yuxarı, gördüm 24 dənə adam mən vurdum. Mən dedim adam indi düşdü hə. Bundan nətər 24 olur? Siz demə Firavun güncəlləməsində düşəndə kit verir. Yəni falan verir. 7 ildir oynayıram. İnşallah Godzilla Və belə onun üçün video tez gəlmir. Gələk abunələrə tıklayasınız. Bilməm indi bu video neçə səhərdən izlənəcək. Bəlkə də baxın məsələn bu video kimi izləməyəcək. Umurumda deyil. Bir dənə 50 abunə olaq video atım mənə rəst. Həqiqətən abunə etsin demirəm ha. Həqiqətən abunə etsin demirəm. 12 dəqiqədən yuxarı video ata bilmək üçün deyirəm. Tez video atmaq üçün deyirəm. Nəysə. Keçək surda söhbətimizə davam edək. Bu arada çitidir, yəni istədiyim qədər şey var da. Hə, bu arada niyə bəzi videolar gəlir, həqiqətən dəqiqə çox keçsəydi, 50 abunə olsaydıq, sual-cavab videoları falan gələrdi, short videoları, editlər gələrdi. Yəni prosta 50 abunə olmadığımız üçün heç biri gəlmir. Məsələn, short videom baxsınız, bir dənə short videom var. Əvvəlki kanalımda olurdu nə qədər short videom, elə ən çox short videom vardı. Yəni short video sayəsində videolarım izlənirdi. Çıxırdı, abunələrim falan qabağa çıxırdı. Short videosu falan, yəni atmaq istəyirəm, prosta YouTube məhdudlaşır. Editlərimi, gül kimi editlərimi YouTube məhdudlaşdırır. Niyə? Onu da bilmirəm. Yəni Diego Jota'nı paylaşmışdım. Onu niyə spamladım YouTube? Bu videoda bilmirəm da spamlanarmı, spamlanmazmı? Sizə gələrmi, gəlməzmi? Orasını tamam bilmirəm. Yəni video çəkməməmin səbəbi açıqcası budur. Videonun əsas konumu budur da, yəni videonun əsas konumu YouTube'ların gələcək yüz deyil. Videonun əsas konumu budur. Niyə neçə gündür və ya niyə tez YouTube çəkmirəm? Bu dəqiqəyə baxıram görüm ki 12 olmayıb. Videomu bağlayım. Yəni o qədər. Nəysə, 50 abunə olsaq bunların hamısı gedəcək. 50 abunə olanda 12 dəqiqədən çox video çəkə bilərik. Həm 50 abunə olsaq təkcə PUBG videoları yox ha. Nə bilim Granny, AES, Slenderina hamısı bitirdiyim oyundur. Məsələn AES bitirmişəm. Granny 1, Granny 2 bitirmişəm. Granny 3'ü bitirirdim. Qapının elektriki nəyi tapa bilmədim. Bitirə bilmədim. Granny 1 o da ki çoxsun pratik modda bitirmişəm. Çoxsu Granny 1-də normal modda. Amma sonradan başladım normal modda. Granny 2 normal modda bitirdim. Uçaqdan qaçdım, gəmidən qaçdım, qapıdan qaçdım. Ən birinci Granny 2-də qapıdan qaçmışdım. AES-dən məsələn AES-də o qədər pul kasırdım ki, orada oynayırdım ki pul şey falan alırdım, karakter falan. Çetin falan yüklüydüm AES-in. Hele yəni Slenderina'nı bitirmişəm, kitabları yığmışam, qapıdan falan qaçmışam. Yəni 50 abunə olsaq və görüm əgər onları da yükləyə bilsəm, telefona yaddaşa getsə, yəni telefonumun yaddaşını bağlayan ən çox PUBG-dir. 20 GB-dır, nədir? Yəni onu silsəm də hər şey yükləyərəm, amma PUBG-ni silmərəm. Və dediyim kimi belə videolar gəlir. Bir dəqiqəyə baxaq. Belə videolar tez gələ bilər, amma 50 abunə olanda sizdən zəhmət olmasa abunə olağın. 50 abunə əsasdır. 50 olsun, nə bilim, olsun nə əsas. Nəysə, indi keçək 50 abunə olsaq, yəni inşallah olacaq da, yəni axır əvvəl olacaq. Videoları paylaşacağım tez üzəcək. Yəni YouTube'a heç ilgilənmirəm. O qədər PUBG falan oynayıram ki, YouTube yadımdan çıxıbdı, yəni. Onun üçün üzürlü sayın. Videolar, short videolar gedirəm. Editlər atam, onu da gedib izləməyi unutmayın. Həqiqətən. Çox qəşəng editlər istəyir Ronaldo istəyir. Bu arada yorumlara yazın. Messi yoxsa Ronaldo? Məncə Ronaldo'lar daha çoxdur, amma mən Messi deyəcəm. Nə qədər oyun var da, yəni o var, bu var. Qorxulu oyunlar əsaslı qorxulu oyunlar. Axşam saat 3-də falan çəkərik, necə? Mənim favorim qorxulu oyununu çəkən Emirhan Kuridir. Emirhan Korisos. Yəni 50 abunə olacaq inşallah.
problem değil. Prosta ama bir neden var dedim. Bir neden var. Çoxlu video atmalıyam və bu videonu bağlayan kimi gedirəm biraz gec də olsa atacam, nə yəni short videosu atacam. Bağlayan kimi gedirəm editimi eləyəm də, yəni edit eləyəcəm, atacam. Nə edit eləyəcəm, nə Əşrəf tag falan. Oraları da sürpriz olsun yəni. Editlər də sürpriz olsun. Bu arada Qarabağla Sabahın oyunu nə oldu? Onu bilən var. Video oradan ona nə əlaqə? Nəysə, hə, bu arada əgər şey olsa ekran falan açıb Qarabağın canlı oyunlarına baxacağıq inşallah. UEFA şeyində də ələndik. 2 mağduzluq axırıncı. Amma həqiqətən, yəni Liverpoolda bir dənə Muhammed Salah və ya qapıçının pul məbləği bizim klubun məbləğindən çoxdur. Yəni 24 milyonluq kadro ilə biz görün haralara getdik, çıxdıq. Nəysə, video bu qədər dəqiqə gördüyünüz üçün ki azalır. Video bu qədər kanalıma abunə olub like atmağı unutmayın. Sizləri çox sevirəm. Sağ olun, özünüzə yaxşı baxın. Bu arada edit atıram, gedin baxın, hızlı gedin baxın. Sağ olun.